Salam, bugünkü mövzumuz növbəti dərsimiz dil ailələri, dil qrupları və xalqlar bölməsində Koreyalılar haqqında məlumat verək. Keçən video dərsdə Çinlilər haqqında məlumat vermişdik. Bugünkü dərsimizdə Koreyalılar haqqında məlumat verək. Koreyalılar demək Konfutsi dəyərlərini, övlad təqvasını və icma harmoniyasını vurğulayan dərin köklü, əsrlər boyu davam edən bir mədəniyyət. Tarixən ağ hanbok geyimləri ilə tanınan bu xalq, müasir həyatla yanaşı davam edən əcdad ayinləri, böyüklərə hörmət, ailəvi, iyerarxik sosial quruluş kimi güclü ənənələri qoruyub saxlayır. Yaş və statusa əsaslanan iyerarxiyaya üstünlük verən konfusiçilikdən dərin təsirlənmişdir. Ailə əsas yer tutur, övlad təqvasına və icma harmoniyasına diqqət yetirir. Və burada tarixən ağ geyimli insanlar ləqəbi verirdi. Burada Koreyalılar sadə, ağ geyimli geyimlər geyinirdilər və bu da onlara ağ geyimli insanlar ləqəbini verirdi. Hanbok indi toylar, ay təqvimi ilə yeni il və məhsul bayramları kimi xüsusi günlər üçün istifadə olunur. Bukchon, Hanok kəndi və Kyongju kimi şəhərlər, yəni yerlərdə ənənəvi kiremidli daş, yəni damların örtüyü kiremidləndir. Koreya irsinin qorunmasını təmsil edir. Ümumi Koreyalılar dünyada yəni 76 milyon nəfərdir. Dünya üzrə sayları 76 milyon nəfərdir və burada demək müxtəlif ölkələrdə yaşayan Koreyalıların sayları qeyd olunmuşdur. Dilləri Koreya dilidir, dilləri konfusisçilikdir. Konfusi və milli geyimləri.
Monqollar Altay dil ailəsinin Monqol dil qrupuna daxildirlər. Biraz onlar haqqında məlumat verək. Monqollar Monqol dillərində danışan bütün xalqların tarixi adıdır. Burada demək Çingizxan, Xubilay və s. haqqında şəkillər verilmişdir. Sayları 10 milyon nəfərdir və yaşadıkları ərazilər Çin Xalq Respublikası, Monqolistan və Rusiya ərazisində yaşayan monqolların sayıdır. Dilləri Monqol dili, Buryat dili, dini Buddizm, şamanizm, İslam, xristianlıq və tengriçilik. Qohum xalqlar Tibetlilər, türklərdir və burada yayıldığı ərazilərdə yaşadığı ərazilər göstərilir. Və milli geyimləri. Fikir versək, Çinin şimal ərazisindəki bölgələrdə Monqolların yaşadığı ərazilər burada xəritədə qeyd olunub. Çin mədəniyyətinə daxildir bu şəkil. Bu isə Monqol mədəniyyətinə daxildir.